Məmiş bəy, sizi salamlayırıq. Final öncəsi komandanın kapitanı olaraq sizə bir neçə sualımız olacaq. Mən də sizi salamlayıram, xoş gəlmisiniz. Həmişə biz sizin qonağınız olmuşuq stadionda. Bu dəfə siz bizim qonağımızsınız. Buyurun, suallarınızı verin, biz də cavablayaq. Mən Nəzərov Məmiş artıq 5 ilə yaxındır ki, Sədərək filialında işləyirəm. 1 ilə yaxındır ki, qrup rəhbəri vəzifəsində çalışıram. Yellowbank müasir və çevik yanaşması ilə müştərilərinə sadə, rahat və sürətli bank təcrübəsi təqdim edir. Yellowbank komandası Fire Liqanın keçirdiyi Banklar və Şirkətlər Liqasının daimi iştirakçısı və mükafatçısıdır. Bank rəhbərliyinin komandaya dəstəyi hansı səviyyədədir? İlk öncə bildirmək istəyirəm ki, bizim bankımızın sədrinin futbola böyük bir marağı var, böyük bir dəstəyi var. Biz də rəhbərimizin dəstəyi sayəsində bu turnirlərdə iştirak edirik. Daim o rəhbərin, dəstəyin komandamız həmişə hiss edib. Finala gedən yolda komandanın məğlubiyyətsiz irəliləməsi komanda üçün üstünlükdür ya əlavə təzyiq? Düşünürəm ki, məğlub olmamaq bizim üçün əlavə üstünlük olacaq. Çünki belə deyim, komanda turnir boyu məğlub olmayıb, digər güclü kollektivlərlə də qarşılaşmışıq, məğlub olmamışıq. Bu bizə böyük bir motivasiya verir ki, yəni finalda da qalib gələk. Düşünürəm ki, bu bizim üstünlüyümüz olacaq. Komanda bir neçə dəfə bürünc mükafat qazansa da, birinci dəfədə finala yüksəlir. Bu irəliləyişin sirri nədir? Düşünürəm ki, digər turnirlərdə biz yarım finala qədər gəlib çıxmışıq, amma finala çıxa bilmədik və bugünkü gün finala çıxmağımızın əsas səbəblərindən biri fikirləşirəm ki, digər turnirlərdə qazandığımız təcrübədir. Hansı ki, o təcrübə sayəsində biz bu günləri finala gəlib çıxmışıq. Bizim digər turnirlərdə qazandığımız ən böyük üstünlüyümüz bizim təcrübəmiz olub. Uduzarkən belə biz o uduzmaqdan nəticə çıxardıb təcrübə qazanmışıq. Bu mövsüm komandanın ən böyük silahı nədir? Müdafiə, hücum, yoxsa nizam-intizam? Düşünürəm ki, bu nizam-intizamdır. Çünki hər bir komandada nizam-intizam olmalıdır. Nizam-intizamı olmayan komanda uğur qazana bilməz. Biz ümumiyyətlə bizim komandada istər meydanda rəqib komanda ilə, istər hakimlə heç kim nəsə dalaşılsın, nəsə nalayiq ifadələr işlətsin, o mümkün deyil. Biz çalışırıq ki, meydan oyunun baş hakiminə, rəqibə böyük hörmətlə yanaşaq və bundan əlavə komanda daxilində də nizam-intizamı qoruyaq və bizim bugünkü gün uğur qazanmağımızın səbəbi komandamızın nizamlı-intizamlı olmasıdır. Yüksələcək, fit səslənir, İlkin Mikayelov, İlkin Mikayelov, Yellowbank finaldadır, Yellowbank. İllərdir turnirdə iştirak edən Yellowbank komandasında bir gün biz də mütləq bu kuboku qaldıracaq hissi olub? Təbii ki, biz hər dəfə iştirak edəndə, yəni əsas hədəfimiz çempion olmaq olub, amma heç vaxt qismət olmayıb. Hər dəfə bir addımlığında olmuşuq. Amma artıq o, belə deyim, finala çıxmışıq, bunu bacarmışıq və hər dəfə biz bu turnirdə iştirak edəndə qarşımıza məqsəd qoymuşuq ki, bu kuboku qazanacaq və qeyd etdiyim kimi bu il ona çox yaxınıq və çox istəyirik ki, o kuboku qazanaq. Finalda rəqibinizi məğlub edəcəyiniz halda həm kubokun sahibi olacaqsınız, həm də ilkin mərhələdə məğlub etmədiyiniz tək rəqibdən revanş almış olacaqsınız. Bəs siz nə düşünürsünüz bu barədə? Yox, düşünmürəm bu revanş olacaq. Belə deyim, VTB Bankla biz qrupda oynadıq, çox çətin oldu həmin oyun və qeyd edeyim ki, qrup oyunu ilə final oyunu tamam fərqlidir. Qrup oyununda biraz rahat olursan, amma finalda biraz ehtiyatlı olursan, səhv eləməkdən qorxursan ki, çünki bir oyundan ibarətdir. Ona görə qeyd etmək istəyirəm ki, bu düşünmürəm bir revanş olsun. Yəni nə biz uduzmuşuq, nə olar, bu sadəcə fikirləşirəm, qalib gəlsə tarix yazmış olacaq. Çünki bayaq da qeyd elədiyim kimi biz bu kuboku çox qazanmaq istəmişik, amma heç vaxt qismət olmayıb. Bu il onu inşallah qazanıb tarix yazmaq istəyirik. Bildiyiniz kimi hər il keçirilən Fire Liqa şirkətlərin qalibi Avropada ölkəmizi təmsil edir. Həm şirkətlər, həm də Banklar Liqasının kuboku qarşınıza qoyulsaydı, hansı kuboku daha üstün tutardınız?
Çətin sualı. Əslində ikisini də çox istəyirik. Belə deyim, bu şirkətlərdə oynayanda belə deyim, öz aramızda onu müzakirə eləmişik ki, çempion olaq. Biz bilirik ki, rəhbərimizin də bizə böyük dəstəyi var. İstər mənəvi, istər maddi dəstək olur bizə. Biz düşünürük ki, yəni şirkətlərdə çempion olub, xaricdə gedib bankımızı təmsil eləmək bu böyük bir qürur hissi olar bizim üçün. Amma iki kubok arasında seçim eləsək, düşünürəm ki, Banklar Liqası kuboku bizim üçün daha şirindir. Onu qazanmaq çox istəyirik. Sarı vərəqə Balarza Qədirliyə, bu ikincidir. Qırmızı vərəqə azlıqda qalır VTB Bank. Rəqibinizin aparıcı oyuncularından olan Balarza Qədirli qırmızı kart səbəbindən finalda iştirak edə bilməyəcək. Vəziyyətin belə olması sizin komandada hansı təsir yaradır? Ümumiyyətlə, mən VTB komandası haqqında qısa onu demək istəyirəm ki, çox güclü kollektivdirlər, əməkdaşlarını tanıyırıq, hamısı belə deyim, onlar da bizim kimi kuboku götürmək üçün əllərindən gələni eləyirlər, əziyyət çəkirlər. Biz onların oyunlarını analiz eləmişik, canlı da baxmışıq, video yazılarına da baxmışıq. Balarza da o komanda üçün önəmli oyunculardan biridir. Onun olmaması komandaya böyük bir təsiri olacaq. Və düşünürəm ki, haradasa bizim xeyrimizdə olan bir şeydir. Amma razıyam, istəyərdik ki, tam heyətlə olsun, nə zədə olsun, hər iki komandada, nə itki olsun, hamı tam heyətlə oynasın, daha belə deyim, obyektiv, daha mübariz bir oyun getsin. Yenə də elə olacaq, amma Balarzanın olmaması komandaya düşünürəm ki, düzdür, orada yenə də keyfiyyətli oyuncular var, Balarzanın yoxluğunu hiss eləməməyə çalışacaqlar. Amma yenə də düşünürəm ki, Balarza da aparıcı oyunculardandır. Turnir öncəsi zədə səbəbindən bir neçə tur meydanlardan kənar qaldınız. İndi final mərhələsidir. Özünüzü necə hiss edirsiniz? Artıq sənin də qeyd elədiyin kimi 4 aya yaxın futbol oynamadım. Dizimdən zədə almışdım. Çox şükür müalicə aldım, sağaldım. Artıq formamı tam bərpa eləməsəm də oyunlarda qismən iştirak eləmişəm. İndi final oyununa mən də və komandamız da tam hazırlaşır. Oynayıb oynamayacağıma məşqçi qərar verir. Amma neçə dəqiqə oynasam fərqi yoxdur. Çıxıb əlimdən gələn ən yaxşısını eləməyə çalışacağam. Baş məşqçi və kapitan komanda üçün önəmli fiqurlardır. Bu önəmli fiqurlar finalda rəqibin qarşısını almaq üçün necə bir tədbirlər görüb? Biz rəqibin əsas silahlarını da bilirik, təhlil eləmişik. Bunların hamısı məşqçimiz təhlil eləyib, məşqdə bunun üzərində işləyirik. İstəmirəm indi o haqda bir geniş məlumat verim. O məşqçimizin belə deyim, analizləridir, taktiki təhlilləri də olan hamısı biz məşqdə onun üzərində işləyirik. Və çalışacaq ki, məşqçinin dediklərini eləyək, rəqibin əsas silahlarını zərərləşdirməyə çalışaq. Elə bir oyunçunuz var ki, oyun zamanı sizi dinləməsin, ancaq meydanda işini artıqlaması ilə görsün. Yox, bizdə ümumiyyətlə komandamızı bayaq qeyd elədiyim kimi çox nizam-insanlı komandamız var. Meydanda hamı bir-birini dinləyir. Fərqi yoxdur, bu kapitandır, bu adi oyunçudur, yəni fərq eləmir. Hamı bir-birini dinləyir, hamı bir-birinin sözünü eşidir. Elə bir oyunçu yoxdur ki, yəni məni, məşqçini, hansısa bir digər oyunçunu dinləməsin. Bir-birimizi dinləyirik, bir-birimizin səhvlərini oyunun gedişində bir-birimizə izah eləməyə çalışırıq. Elə bir oyunçu yoxdur, yox. Fai Liqanın təşkilatçılığı ilə Yellow Bank'ın daxili turniri keçirildi. Bu turnir komandanın özünə yeni oyuncular qazandırdı mı? İlk öncə Vüsalı öz təşəkkürümü bildirirəm. Vüsal və onun komandası böyük bir iş gördü bizim daxili turnirin keçirilməyində. Elə o təşkilatçılıqdan da demək olar ki, bizim rəhbəri necə bu futbola önəm verir. Biz bəli, o turnirin əsas keçirilmənin məqsədi elə oradan yaxşı oyun, keyfiyyətli oyuncuları əsas komandaya cəlb eləyək. Belə deyim, o turnirin keçirilməndə əsas məqsədlərdən biri də bizim öz Yellow Bank futbol komandasına oyunçu götürməkdir. Yəni xatırladım ki, digər oyuncular da elə əvvəlki turnirlərimizdən cəlb olunub bizim komandaya. Əvvəlki turnirlərdə biz bir neçə oyunçunu seçmişik. Artıq demək olar kök var. İndi hər dəfə bir yeni 2 oyuncu, 3 oyuncu komandamıza cəlb eləyirik. Yellow Bank komandasının indiyə qədər qarşılaşıb məğlub edə bilmədiyi bir bank var. Sizcə bu hansı bankdır? Qarşılaşıb məğlub edə bilmədiyimiz bank.
Məmiş bəy, sizə bildirmək istəyirik ki, bu elə finalda qarşılaşacağınız VTB Bank komandasıdır. Bilmirdim, maraqlı statistikadır. İnşallah finalda bu tilsimi qırarıq. Rəqibiniz də elə siz də yay mövsümündə turnirə qatıldınız və hər iki komanda 3-3 edərək qrupdan çıxdılar. Bu yanaşmanız necədir? Daha çox turnir, daha çox təcrübə, ya necə? Əlbəttə, biz özümüz də əslində bu yay mövsümünə sırf Banklar Liqasına hazırlaşmaq üçün qatılmışdıq. Çünki biz belə deyim, yay mövsümünün gücünü bilirdik. Bilirik ki, ora çox güclü bir turnirdir. Orada hardasa belə deyim, biz kubok qazanmağımız bizim üçün o qədər də real görsənmirdi, açıq danışsaq. Düzdür, yəni məqsədimiz nə qədər irəliləyə bilirik, o qədər irəliləmək idi. Amma əsas məqsədimiz bizim təcrübə qazanıb, çünki bilirdik qarşıda Banklar Liqası gələcək. Biz o liqaya hazırlaşmaq üçün bu turnirə girdik ki, komanda daha da möhkəm olsun, daha da nizam-intizamlı olsun və ən əsas da formada qalmış olsun. Və düşünürəm ki, o bizə çox böyük bir təcrübə qazandırdı. Əla paslaşmışdı, Ağlıcəsət Salih zərbə indirdi. Və hesab açılır İlkin Mikayılov. Güclən zərbədən sonra oyunda hesab açır. Zərbədə gol! Əskər Alişanov fərqi azaldır. 25-ci dəqiqə hesab 3-1 olur. Kapitan. Yenidən yaxın keçmişə qayıtmaq istəyirik. Elə bir oyun haqqında fikirlərinizi öyrənmək istəyirik ki, qalib gəldiyiniz halda dəqiqələr ərzində sizi finaldan etdi. Veysaloğlu ilə oyun haqqında fikirlərinizi öyrənək. O oyun bizdə hələ də bir yara buraxıb, hələ də o oyun xatırlayırıq komanda daxilində. Doğrudan da çox güclü hazırlaşmışdı oyuna, çox belə rəqibi analiz eləmişdik, təhlil eləmişdik və hər şey də bizim istədiyimiz kimi gedirdi. İlk hissədə belə deyim, künc zərbəsindən düşünülmüşdü, ev tapşırığı idi, məşq eləmişdik. Künc zərbəsindən qol vurduq, sonra digər 2 qol vurduq. Yəni belə deyim, rəqibi birinci hissədə demək olar ki, zərərləşdirmişdik, zərərsizləşdirmişdik və 3-0 öndə idik. İkinci hissədə sanki əl-qolumuz bağlandı, biraz da elə bir tilsimlənmiş kimi. Hesab 3-2 olur. Əskər Alişanov. Asim Şükürov. Asim bitirmə, Neymət. Neymət Ömərov zərbə indirir və gol! Əskər Alişanov Petrik. 37-ci dəqiqə 4-3. 3-0-dan gəldi Veysaloğlu. 4-3-lü artıq hesab. Bundan əvvəlki turnirdə də biz səhv eləmirəmsə, o vaxtı Araz Market idi, yoxsa 2-0 ya 3-0 öndə idik, ikinci hissə uduzduq onlara. Azərsunal qarşıda biz hesabda öndə idik, ikinci hissə yenə uduzduq. Bu dəfə də eyni təkrar oldu, hələ də o bizdə bir yara buraxıb. Çünki həqiqətən biz finala çıxacağımız təqdirdə düşünürdük ki, çempion olacaq. Oynan var idi, amma təəssüf ki, ikinci hissə çox pis oyun oynadıq, çox belə uğursuz oynadıq, uduzduq. Turnirdə iştirak zamanı, eləcə də hazırlıq mərhələsində komanda məşqlər edir, hazırlıq keçir. Bütün bu proseslər bankda işlərinizə mane olur? Yox, qeyd etdiyim kimi biz bu turnirə rəhbərimizin də tövsiyəsi ilə daxil olmuşuq və neçə illərdir bu turnirlərdə biz iştirak edirik, amma heç vaxt bu bizim işimizə belə deyim, mənfi təsir göstərmir, göstərə də bilməz. Belə deyim, komandada rəhbər şəxslər də həmişə oyunçulara vurğulayırıq ki, elə eləyək ki, işimizə bir ziyan gəlməsin, birinci növbədə işimizi işləyək, daha sonra da işdən sonra digər bir əyləncəmizlə məşğul olaq və elə eləyirik ki, heç vaxt belə deyim, futbol bizim işimizə mane olmasın. Bankda verdiyiniz qərarlarla komandanın kapitanı olaraq meydanda verdiyiniz qərarlar arasında necə bir fərq var? İkisi də çox məsuliyyətlidir. İkisi də çox məsuliyyətlidir. Bizdə bankda kredit işinin qərarı çox məsuliyyətlidir. Gərək dəqiq qərarlar verəsən, dəqiq analizlər eləyib, onun nəticəsində düzgün qərarlar verməyə çalışırıq, riskləri nəzərə alırıq. Futbolda da həmçinin bir kapitan kimi oyunun gedişatında müəyyən bir qərarlar vermək olur. Təbii ki, orada məşqçi ilə məsləhətləşirik, müəyyən qərarlar veririk, komandanın özünlə məsləhətləşirik, digər oyunçularla məsləhətləşirik. Düşünürəm ki, ikisi də məsuliyyətdir, ikisi də bir ağır bir qərardır, amma sonda bir qərar verə bilirik.
Bu il komandanı ən çox nə motivasiya etdi? Komandanın özü, rəhbərlik, yoxsa azarkeşlər? Komanda daxili münasibət bayaq da qeyd etdiyim kimi yüksək səviyyədədir. Azarkeşlərimiz də sağ olsunlar, dəstək olurlar. Amma mən ilk öncə rəhbərliyə öz təşəkkürümü bildirirəm ki, sizin də yəqin canlı şahidi olmusunuz. Gəlir belə deyim, stadiondan bir neçə oyunumuzu canlı izləyib, bəlkə bir 6-7 oyunumuzu şəxsən özü stadiondan canlı izləyib. Bu bizim komandaya elə böyük bir motivasiyadır, böyük bir belə deyim, məsuliyyət yaradır komandada. Məncə komandanı ən çox da motivasiya edən elə rəhbərliyin gəlib oyunumuzu canlı izləməyidir. Hər bir turnirdə fəallıq göstərən bir komandanın kapitanı olaraq ümumən turnirlər haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə biz Fahri Liqanın demək olar bütün turnirlərində iştirak eləməyə çalışırıq. Çünki Fahri Liqa həqiqətən şəffaf, dəqiq, belə deyim, hansısa bir komandanın tərəfini tutmur. Orada böyük bir şəffafçılıq var. Biz də elə həm rəhbərliyimizin, həm komandamızın bu futbola olan marağına görə çalışırıq ki, bütün turnirlərdə iştirak eləyək. Heç bir turnirlərdən kənarda qalmayaq. Yellowbankı yenidən Şirkətlər Liqasında görəcəyik? Təbii ki, 100% görəsiniz. Çünki belə deyim, əslində biz komanda daxili danışırdıq ki, bu finala çıxa bilməsək, Şirkətlər Liqasına daxil olmayacaq. Amma təbii ki, bu belə deyim, komandada biraz da məsuliyyəti artırmaq üçün deyilən bir söz idi. Və yaxud da qeyd etdiyim kimi biz çalışmışıq ki, bütün Fahri Liqanın bayrağı altında keçirilən bütün tədbirlərdə iştirak eləyək və Şirkətlər Liqasında da iştirak eləyəcəyik. Yellowbank komandası finalda kuboku başı üzərinə qaldırsa, bu komandanın tarixində nəyi dəyişəcək və bundan sonra hədəf nə olacaq? Biz bu kuboku qazansaq, fikirləşirəm ki, belə deyim, bankda futbol baxımından tarix yazmış olacaq. Çünki bu kuboku çox istəmişik qazanaq, heç vaxt qazana bilməmişik. Bu kuboku qazansaq, tarix yazmış olarıq və bizim əsas hədəflərimizdən də biri qarşıdakı turnirlərə də qatılıb, orada da, yəni belə deyim, bu kubokun təsadüfi olmadığını sübut eləmək olacaq. Fikirləşirəm, böyük bir tarix yazmış olarıq. Yəni düşünürsünüz ki, Banklar Liqasının kubokundan sonra hədəf Şirkətlər Liqasıdır. Bəli, tamamilə doğrudur. Bu birinci öncəliyimiz budur. Bunu qazanandan sonra bütün gücümüzü verəcəyik Şirkətlər Liqasına, tam ora fokuslanacaq. Özünüzü necə görürsünüz? Futbol oynayan bankir, yoxsa bankda işləyən futbolçu? Mən özümü bankda işləyən futbolçu görürəm. Bizim əməkdaşlarımız da hamısı bankda işləyən futbolçudur. Bayaq bir sual oldu, orada qeyd elədim. Biz birinci işimizə fokuslanmışıq. İşdən sonrakı həyatımız futboldur. Yəni işdən sonrakı məşğuliyyətimiz futboldur. Ona görə mən buna bankda işləyən futbolçu adı vermək istəyərdim. Sonda Fahri Liqa komandasına demək istədiyiniz sözünüz və ya tövsiyəniz var? Bayaq da qeyd elədim. Fahri Liqa çox yüksək səviyyədə bütün turnirləri təşkil eləyir. Təşkilatçılıq hamısı yüksək səviyyədədir. Düşünmürəm ki, mənim onlara nəsə bir tövsiyəm, nəsə bir təklifim ola bilər. Çünki orada hamısı işinin peşəkarlarıdır. Öz işini yüksək səviyyədə görürlər. Onlara sadəcə uğurlar arzulayıram. Daima bu səviyyəni qorusunlar və daha da inkişaf eləsinlər və belə turnirlər keçirtməklə biz belə deyim həvəskarları həmişə futbol belə sevgisini bizə bəxş eləsinlər.